Şəhid anaları ilə birlikdə Şuşaya getmişdik. Cıdır düzündə gördüyüm mənzərədən dəhşətə gəldim. Bir tərəfdə şəhid anaları fəryad edir, digər tərəfdə isə insanlar araq içirdilər. Mən ona göz yuma bilməyən aparıcılardanam. Bu sözləri qalmaqallı çıxışları ilə gündəmə gələn jurnalist Səidə Bəkir qızı TV Müsavatda qonaq olarkən deyib. O bildirib ki, bu cür halları işıqlandırmaq üçün təkrar Şuşaya qayıtmaq niyyətində olub. Qarabağın bulaqlarının yanında yemək də, içmək də olar. Amma mənə görə Cıdır düzündə bunu etmək düzgün deyildi. Şəhid analarının qayalara baxıb oğlanlarının fəryadını etməsi çox ağrılı idi. Digər tərəfdə isə insanlar süfrə açıb piknik edirdilər, kabab bişirirdilər. Mən orada yıxılıb ayağımı yaralamışdım. Ona görə o vaxt bu mövzunu işıqlandıra bilmədim. Düşünürdüm ki, bir gün sırf bu məsələ üçün ora gedim. İndi isə deyirəm, yaxşı ki, getməmişəm. Bizə Cıdır düzündə araq içmək lazım deyil. Mən belə şeylərə biganə qala bilmirəm. Anam deyir ki, sus, danışma, amma nə qədər sus desələr, bir o qədər danışacağam. Səidə Bəkir qızı keçmiş məcburi köçkünlərdən üzr istəmək fikrində olmadığını da vurğulayıb. Dediyim heç nədən peşman deyiləm. Heç kimi təhqir etməmişəm, hamını deyil, ayrı-ayrı şəxsləri nəzərdə tutmuşam. Bugün də deyirəm ki, sizə ev verilibsə, niyə getmirsiniz? Başqasının evində niyə qalırsınız? Keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti yaxşı vəziyyətdə yaşayır. Dövlət onlara hər cür şərait yaradıb. Mən fakt üzərində danışmışam. Aqressiya yaradacaq heç nə deməmişəm. Atam 15 il əvvəl vəfat edib, amma hələ də onun adını hallandırırlar. Elə bir səhv etməmişəm ki, üzr istəyim.